Bu turistik bir məkan deyil. Bura insanların gəlib getdiyi yer deyil. Biz həyatını bu yola həsr etmək istəyən, daim ilə birgə yaşayıb, ömrünün sonuna qədər bu dini yaymaq üçün çalışan insanlar axtarırıq. Pulunu, evlərini və digər maddi şeylərini tamamilə tərk etməlisən. Bəs əgər zaten verəcək bir şeyin yoxdursa, onda necə? Bəli, bu cür şərhlər tez-tez qarşıma çıxır. Düşünürəm ki, insanlar bizi təhlükəli bir sekta kimi göstərmək üçün bəzi fikirlər yaymağa çalışırlar. Güya üzvlərdən suyu istifadə edirik və onları evlərini satmağa məcbur edirik. Bu əslində doğru deyil. Burada baş verən şey odur ki, bir çox digər dinlərdə olduğu kimi, bu dinin ardıcılları da mövcud vəziyyətlərindən daha yüksək, daha üstün bir şey axtarırlar. Onlar Allahın yer üzündəki nümayəndəsinə, zamanın imamına yaxın olmaq istəyirlər. Onun cəmiyyətinə qoşulmaq, onun yolunda xidmət etmək, həyatlarını bu yolda həsr etmək istəyirlər. Eynilə bəzi katoliklərin öz həyatlarını dini xidmətə həsr edib, subay qalaraq, evlənməyərək, ailə qurmayaraq, uşaq sahibi olmaqdan imtina etdikləri kimi. Halbuki ailə qurmaq və uşaq sahibi olmaq bir çox insanlar üçün ev sahibi olmaqdan daha dəyərli ola bilər. Amma onlar bunu sevinclə tərk edirlər. Çünki çağırılmış olduqlarını hiss etdikləri bir yolda xidmət etmək istəyirlər. Onlar keşiş olurlar, rütbə ilə yüksəlirlər və bəlkə də bir gün kardinal olmaq və ya papa ilə birlikdə Vatikanda yaşamaq şansı əldə edirlər. Buddizmdə də eyni hal müşahidə olunur. İnsanlar həyatlarını Dalai-lamaya və ya müəyyən bir buddist ustadına həsr edirlər. Bütün dünyəvi şeylərdən uzaq dururlar. Meditasiya edirlər, eyni geyimi geyinirlər, saçlarını qırxırlar və çox sadə bir həyat sürürlər. Bu, onların öz seçimidir. Çünki onlar Allaha yaxınlaşmaq istəyirlər. Eynilə Buddizmdə, xristianlıqda olduğu kimi, İslam dinində də bu cür hallar var. Keçmişdə insanlar da öz dövrlərinin imamı ilə birgə yaşamaq üçün bu yolu seçiblər. Məsələn, Müfəssəl İbn Ömər əleyhissalam, İmam Sadiq əleyhissalam ilə və ya Salman Farsi ilə, İmam Əli və Muhammed Peyğəmbərlə bu şəkildə yaşamışdılar. Eyni şəkildə bugün qaimin tərəfdarları da onunla birlikdə yaşamaq istəyirlər. Bu, azad bir dünyadır. Onların qaim ilə birgə yaşamaq hüququ var. Onlar həyatlarından narazıdırlar. Bu həyat onları qane etmir. Onlar mənəvi bir ailə qurmaq istəyirlər. Bir yerdə yaşadıkları, evləndikləri, övlad sahibi olduqları, uşaqları bir-biri ilə dost olan, eyni inanca sahib insanlar. Onlar bunu istəyirlər və bunu etməyə hüquqları var. Axı biz 2025-ci ildə yaşayırıq və din azadlığı bu kimi ölkələrdə qanunla təmin olunur. Əgər onlar heç bir qanunu pozmurlarsa, nə üçün birinci kilsənin nümunəsini təqib etmələrinə icazə verilməməlidir? Torpaqlarını və mülklərini sataraq bu dinin dünyaya yayılmasına dəstək olmaq istəyirlərsə, bu onların hüququdur. Əgər bu qadağan ediləcəksə, o zaman Bibliyada qadağan edilməlidir. Həmçinin İslam tarixinin ilkin mənbələri də. Çünki orada da səhabələrin eyni şeyi etdiyi və buna görə təriflənərək tarixə düşdükləri yazılır. Bugün də eyni şeyi etmək istəyənlər var. Bu, hamıya tətbiq olunan bir şərt deyil. Bizim yolumuza inanan hər kəs mütləq bunu etməlidir deyə bir şey yoxdur. Amma əgər sən bizimlə birbaşa əlaqə saxlayırsansa və bizə yaxın olanlardan olmaq, cəmiyyətimizə qatılmaq istəyirsənsə, yeməyimizi, içməyimizi, əmlakımızı, dəvətin əmlaklarını bizimlə bölüşmək istəyirsənsə, onda sən də öz mülklərindən imtina etməlisən. Bu, turistik bir məkan deyil. Bura insanların gəlib getdiyi yer deyil. Biz həyatını bu yola həsr etmək istəyən, qaim ilə birgə yaşayıb, ömrünün sonuna qədər bu dini yaymaq üçün çalışan insanlar axtarırıq.
İnsanlar azaddır. İstəsələr bizə qoşula bilərlər. Ya da daha az səviyyədə bağlı qalıb öz ölkələrində bu dəvəti yaymaqla kifayətlənə bilərlər. Hər bir insan isə Allah qatında etdiyi fədakarlığa və əməlinə görə müəyyən bir dərəcə alacaq. Muhammed və Ali Muhammedin rəvayətlərində bizə çatdırılıb ki, möminlərin hamısı eyni səviyyədə deyil. Xüsusilə Mehdinin zamanında Qaimin ona yaxın 313 kişi sahabəsi olduğu bildirilir. Rəvayətlərdə həmçinin 50 nəfər qadının da Qaimin yaxın əsabı olduğu qeyd olunur. Bu Qaimin ətrafında yalnız onların olacağı mənasına gəlmir. Amma bu şəxslər orada onların içində ən seçilmiş, ən üstün olanlardır. Başqa rəvayətlərdə deyilir ki, daha aşağı səviyyədə olan və sayları 10 minə çatan insanlar da Qaimin ətrafında olacaq və onun cəmiyyətini formalaşdıracaqlar. Bu insanlar yəqin ki, daha gec qoşulublar, daha az bağlı olublar, daha çox tərəddüd ediblər. Əgər 313 nəfərlik ilk qrupun Mehdinin ətrafında toplandığını görməsəydilər, onlar da gəlməyəcəkdilər. Beləliklə, bu Muhammed və Ali Muhammedin rəvayətlərinə inananlar üçün bir növ yarışdır. Bu, gəlib Muhammed Peyğəmbərin nəslindən olan birinə yardım etmək, ona dəstək olmaq üçün bir fürsətdir. Bu insanlar bugün dünyadakı vəziyyətdən narazı olmaqda azaddırlar. Onlar dünyanın manyaklar və şeytanın toxumları tərəfindən idarə olunduğunu hiss etməkdə azaddırlar. Onlar müharibə vəziyyətindən narazı olmaqda, buna etiraz etməkdə, öz mühitlərinə və yetişmə şəraitlərinə etiraz etməkdə və bu etirazlarını Qaimə qoşularaq bildirməkdə azaddırlar. Çünki biz daha yaxşı bir cəmiyyət qururuq. Biz Peyğəmbərlərin yaşadığı tərzdə yaşadığımızı düşünürük. Biz egoistliyə qarşıyıq. Biz egoistliyi nifrətlə qarşılayırıq. Hesab edirik ki, egoistlik bugün dünyanın əsas problemidir. Əgər insanlıq egoistlikdən qurtulsaydı və birinci mənim ölkəm demək əvəzinə qarşısındakı insana öncəlik versəydi, bütün problemlər həll olunardı. Artıq müharibə olmazdı, xaos qalmazdı, aclıq olmazdı. Biz inanırıq ki, baş verənlər böyük iyrənclikdir. Aclıqdan ölən insanlar var. Gündəlik çörəyini tapa bilmədiyi halda hər gün 25 min insan qida çatışmazlığından və ya sadəcə aclıqdan ölür. Biz inanırıq ki, hazırda dünyada bəzi xalqlar terrora məruz qalır. Onların həyatları onlardan oğurlanır. Çünki hər gün Qəzza xalqı, Ukrayna xalqı, hətta Ruslar, hətta İsrail xalqından müharibə qurbanı olanlar və ya planetdə müharibə şəraitində yaşamalı olan hər hansı digər insanlar kimi bombalanırlar. Bu, bizim üçün qəbul edilməzdir. Biz düşünürük ki, bu pisdir və Allahın nəzərdə tutduğu yol bu deyil. Biz bir dini hərəkatıq, biz bir inqilabıq. Biz inqilabi bir şey edirik, biz sülhsevər bir inqilabıq. Biz egoistliyə qarşı çıxaraq və fədakarlığı tətbiq edərək bir hərəkata çevrilirik. Biz bir-birimizə yardım edirik, hər şeyi paylaşırıq. Cəmiyyətin kənara atdığı insanlara səslənirik, onları qucaqlayırıq. Biz yalnız pullu insanları istəmirik, biz hamını istəyirik. Psixoloji problemlər yaşamış insanları da istəyirik. Cinsiyyəti barədə çaşqınlıq keçirmiş, LGBT cəmiyyətindən olan insanları da istəyirik. Dini inanclarına görə, zahiri görünüşlərinə görə zülmə məruz qalan insanları da istəyirik. Biz bütün insanlığı birləşməyə, əl-ələ verməyə və birgə yardımlaşmağa çağırırıq.
Çünki biz inanırıq ki, bir gün bu hərəkat dünyanı ələ alacaq. İnanırıq ki, biz bu gün Nuh peyğəmbərin dövründə gəmini necə qurduqsa, eyni şəkildə bir gəmi düzəldirik. İnsanlar onunla necə məsxərə edirdilərsə, bu gün bizimlə də elə məsxərə edirlər. Amma o gəmini düzəltməyə davam etdi. Gəmi getdikcə böyüdü, böyüdü, böyüdü. O, gələcək əzab barədə xəbərdar etdi. Mən də bu gün gələcək əzab barədə xəbərdar edirəm. Və sonra heyvanlar, yəni cəmiyyətin rədd etdiyi canlılar, dünyanın hər yerindən gəlib onun gəmisinə mindilər. Salih insanlar da o gəmiyə mindilər. Və sonra Allah insanları bir-birini öldürməyə, bir-birini məhv etməyə, öz günahlarının nəticəsini dadmağa buraxaraq yer üzünü suda boğdu. O, onların üzərinə tufan indirdi və yeri təmizlədi. Nuh və onun ailəsi gəmiyə minən heyvanlar yer üzünə varis oldular. Müti və zəif yerin varisləri insanlar oldu və bu gün də eyni hadisə baş verəcək. Bu dəvətə inananlar yer üzünə varis olacaqlar. Çünki bu Allahın vədidir. Bu vəd dəyişməzdir. Heç kim onu dəyişə bilməz. Heç nə onu dayandıra bilməz. Nə edirlərsə etsinlər. Bu qatar artıq yola düşüb. Bu hərəkat başlayıb. Biz şeytanın və onun səltənətinin zülmünə qarşı bir müqavimətik. Biz inanırıq ki, şeytan hazırda yer üzünə hakimdir. Və bununla bağlı çoxlu sübut var. Biz onu İncildə İsa peyğəmbərə dünya səltənətini vəd edərkən görürük. Çünki o bu səltənətin sahibi idi. Biz inanırıq ki, Allah iblisə o hələ məhv edilməmişdən və ya cəzalandırılmamışdan əvvəl möhlət istədiyi zaman bu möhləti verdi. Allah ona bu möhləti verdi və yer üzünə hökm etməyə icazə verdi. Beləliklə, yer üzündə qaranlıq və şər hökm sürür. Bu, Muhammed və Ali Muhammedin rəvayətlərində açıq şəkildə göstərilib. Rəvayətlərdə deyilir ki, dünyada yalnız iki dövlət, iki ölkə, iki vəziyyət olur. Ya iblisin dövləti, ya Adəmin dövləti. Allah açıq şəkildə ibadət olunmaq istəyəndə bu Adəmin dövləti olur. Yəni Allahın yer üzündəki təyin olunmuş xəlifəsi hökmranlıq edir. Amma o hökmranlıq etmədikdə iblisin dövləti hökm sürür və xaos baş alıb gedir. Bugünkü hökmdarların heç biri nə Allah tərəfindən, nə də Muhammed, İsa və peyğəmbərlər tərəfindən təyin olunub. Bəs onları kim təyin edib? İnsanlar? Yox, şeytan təyin edib. Və bu səbəblə onlar yerdə fəsad çıxarıblar. Qısaca desək, bizim dinc şəkildə toplaşmaq və bir araya gəlmək hüququmuz var. Və biz də məhz bunu edirik. Biz heç kimə zərər verməmişik. Və bizim dinimizi sərbəst şəkildə yaşamaq hüququmuz var. Və bu da tam olaraq etdiyimiz şeydir. Biz yüksək əxlaqa və ən gözəl davranışlara sahib insanlardan ibarət möhtəşəm bir cəmiyyət və hərəkat qururuq. Biz həmçinin inanırıq ki, bizə qoşulan bu şəxslər reinkarnasiya edərək təkrar dünyaya qayıtmış peyğəmbərlər və müqəddəslərdir.
Və bu Muhammed və Ali Muhammedin kəhanət və rəvayətlərində açıq şəkildə bildirilib. Onların qaimin ətrafında olacaqları qeyd olunub. Rəvayətlərdə dəfələrlə deyilir ki, qaim zuhur edəndə onunla birlikdə Mikail və Cəbrail olacaq. Yuşa bin Nun və mağara əshabı da onunla olacaq. Həmçinin Əbuzər və Miqdad da onunla olacaq. Başqa bir rəvayətdə deyilir ki, hətta Hizgil peyğəmbər də onunla olacaq. Salih qadınlar Məryəm ana, Həvva və digər məsum qadınlardan və müqəddəslərdən ibarət bir dəstə də onunla birlikdə olacaq. Bütün bu şəxslər geri dönəcək və qaimin cəmiyyətinin bir parçası olacaqlar. Onlar kim olduqlarını xatırlamağa başlayacaq. Gəmi illər boyunca qurulduqdan sonra insanlar üzərində böyük rəhbərlər, ustadlar olacaqlar. Yeni dünyaya varis olacaqlar. Və bu bizim baxışımızdır. Biz inanırıq ki, peyğəmbərlərin böyük düşmənləri olan Nəmrudlar, Fironlar, Ponti Pilatlar, Sezarlar da qayıdıblar. Və dünyanı idarə edənlər kimi təyin olunublar. Və onlar bu dəvətə qarşı çıxan, ona qarşı mübarizə aparan şəxslərdir.